Gördüğünüz kimi ölü yiyəsi öz cənazəsini çıxartmır, yenə də bizim üzərimizə qoyur ki, cənazəyə yaxın dururlar. Mesela, bu da gördüğünüz bunlar son Tamam günü. Erdoğan'dan gelir yapıştı. Ölülerine yakın durumda. Neden İsrail ediyor? Meyli götürür. Meyli götürmek istemiyor. Onda gəlin. Səhər saat 6-da Samira xanımdan mənə zəng gəldi ki, Aydan xanım, mənim evimdə belə bir hadisə baş verib. 10 günə, təqribən 10 günə yaxındır ki, Nura adı ilə tanınmış, mənim evimdədir. Xəstə idi, gəldi, xahiş edib, mən baxırdım. Elə oldu ki, bu günləri vəfat edib. Səhər saat 6-da. Bəli, ailəsi yə durmur və dəfin eləmirlər. Hüquq mühafizə orqanlarının əməkdaşlarına bu saata kimi gözlərik məlumat vermədik ki, ailə yə duracaq. Ailə yə durmadığında biz hüquq mühafizə orqanlarına məlumat verdik və vermək zorundayıq, məcburiyyətindəyik. Və məndə olan məlumata görə ağır spid xəstəsi birinci dərəcəlidir. Analiz verib, qeydiyyatdan keçib, 6 ay müddətinə qeydiyyatdan keçmisənsə, dərman qəbul etmirsənsə, sənin adın spid şöbəsindən silinir. Elə bir xəstələr olur. Və son mənzilə yola salınır.